Bu ölkəni özüm də çox sevirəm. Parisi görəndə sanki Bakını görürəm. Maraqlı faktlar rubrikası və Fransa. Gəlin başlayaq. Bu ölkə barədə yeni öyrəndiklərimi və maraqlı faktlar olaraq sizə paylaşacağım. Dünyanın ən gözəl mətbəxi, ən dadlı mətbəxi fransız mətbəxi sayılsa da, mənim üçün ən yaxşı mətbəx ilk öncə öz mətbəximizdir, sonra isə İtalyan mətbəxi. Amma sizə deyim ki, qurbağaların dadına baxmaq istərdim. Mont Blanc dağı Fransanın ən yüksək nöqtəsi sayılır. O həm də bütün Alp dağlarının və bütün Qərb Avropanın yüksək dağıdır. Mont Blanc'ın hündürlüyü 4810 metrədir və o İtaliya və Fransa sərhədində yerləşir. Bura həm də onunla məşhurdur ki, hər il burada müxtəlif alpinizmlə bağlı yarışmalar keçirilir. Üstəlik, Mont Blanc'da Fransanın ən məşhur dağüstü kurortu yerləşir, hansı ki Chamonix adlanır. Fransa sözünün mənası Frankların torpağı deməkdir. Franklar isə Alman tayfaları olublar, hansılar ki Şimali Avropada yaşayıblar Roman İmperiyası dağılandan sonra. Eiffel gülləsi Avropanın ən məşhur və ən turistik yeridir. O həm də Fransanın ən yüksək binasıdır. Hündürlüyü 32,3 metrdir və bu da 70 mərtəbəli bir binanın hündürlüyüdür. Fransanın milli gülü Süsən gülüdür. Bəs bizim gül var, milli gülümüz, onu bilmirəm. Əgər bilirsinizsə mənə aşağılarda yazın. Mən seçsəydimsə milli Azərbaycan gülü, o zaman Nərgiz gülünü seçərdim. İngilislər fransızları sevməsələr də, fransız dilində 300 ildən çox rəsmi dil olaraq İngiltərədə istifadə olunur. Fransanın milli heyvanı qal xoruzları sayılır və təsadüfən də 2017-ci il xoruz ilidir. Hamımızın tanıdığı 1 aprel günü gülüş günü deyilənə görə Fransada yaranıb. Maraqlı başqa bir fakt, Azadlıq heykəli hansı ki New Yorkdadır, məhz Fransada düzəldilibdir. Məşhur memar Gustave Eiffel və məşhur heykəltəraş Frederic Auguste Bartholdi tərəfindən. Bu heykəli Fransa ABŞ-a müstəqilliyinin 100 ilini təbrik edərək 1876-cı ildə hədiyyə edibdir. Heykəlin üz cizgilərini isə heykəltəraş gözəl bir xanım Isabella Boyer'ın üz cizgilərindən ilhamlanaraq götürübdür. Bu xanım isə məşhur paltar tikən maşınların istehsalçısı Isaac Zinger'in həyat yoldaşı olubdur. Bu fakt mənim üçün də çox maraqlı oldu. Fransız dili 30 ölkədə rəsmi dildir və Fransada hər gün 2 yeni kulinar kitabı çap olunur. Maraqlı fransız kəşfləri bunlardır: kalkulator, kalqotkalar, təcili yardım, sualtı qayıqlar, paraşüt, foto, kino, balet. Fransada düz 4969 qala yerləşir. Bu dünyada ən çox saydır ki, bir ölkə üçün. Qalalar demişkən, Walt Disney'in məşhur Rapunzel multfilminin qalasının ideyası məhz Mont Saint-Michel qalasından götürülmüşdür. Maraqlı başqa bir məlumat, yeni ildə şam ağacını bəzəmək məhz Fransadan başlayıb. Dar və bədənə yapışan şalvarlar bir zamanlar ancaq kişilərin sportiv geyimi sayılırdı. Ancaq 13 yanvar 1962-ci ildə Yves Saint Laurent adlı bir dizayner nazik şalvarları öz kolleksiyasında təqdim elədi Parisdə və bundan sonra bu şalvarların adını qoydular kalqotkalar və bu kalqotkalar xanımların gündəlik geyiminin bir hissəsinə daxil oldu. Fransada ən çox istifadə edilən avtomobil markaları bunlardır: Peugeot, Renault və Citroen və bunlar hamısı fransız markalarıdır. Fransız torpaqlarında doğulan məşhur insanlar kimdir? Deyim sizə. Alexandre Dumas, Exupéry, Balaca Şəhzadəni yazan, Voltaire, Molière və Cézanne. Dünyanın ən bahalı və ən pis qoxulu göbələkləri, trüfellər məhz Fransadandır. Onların bir qiyməti yoxdur, ancaq orta qiyməti deyə bilərəm ki, sizə 1 kiloqram üçün 600 avrodur. Və son olaraq bunu deyim ki, sizə Fransada 500-dən çox pendir növü mövcuddur və demək olar ki, hər bir balaca kənddə bir-birindən fərqlənən pendir reseptləri var. Fransa haqqında demək istədiklərim bu qədər idi. Ümid edirəm ki, yeni maraqlı faktlar öyrəndiniz bu videodan və əgər sizin bildiyiniz maraqlı başqa məlumatlar varsa bu ölkə haqqında, xahiş edirəm kommentlərdə bunu mənə yazın, çünki mənə maraqlı olacaq bunları oxumaq. Kanalıma abunə olmağı unutmayın, bu mənim üçün çox vacibdir. Videonu bəyəndinizsə like düyməsinə basmağı unutmayın. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Növbəti videolarda görüşənədək hələlik.